Salam hörmətli izləyicilərim. Bu toxunmanı keçən videomda göstərmişəm. Bugün bunun üstündə elə cibi necə toxuyuramsa onu göstərmək istəyirəm. Buradan elə bil ki, bu sayıram buradakı ilməkləri. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30, 32 ilməkdir. 32 ilməyi bu yüzden 2, 4, 6, 8, 10 ilmək saxlayıram. Sayıram elə 2, 4, 6, 8, 10. 10 ilmək. Ortada qalır 12 ilmək. 2, 4, 6, 8, 10, 12 ilmək qalır. 12 ilmək balaca olur. 1 ilmək bu yüzden götürürəm. 13. 1 ilmək də bu yüzden 14 ilmək. Hər tərəfdə 9 ilmək saxlayıram. Ortada 14 ilmək saxlayıram burada cib üçün. İndi bunu buradan İndi bu kənarı götürürəm, bir ilməyi toxumuram. Bundan başqa 1, 2, 3, 4, 5, 6, 7, 8 ilmək. Kənar ilməklə bir yerdə 9 ilmək götürürəm. Sonra bu ortadakı 14 ilmək. Götürürəm belə, toxuyuram. Sonra kəsirəm bunu. Buradan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ilmək, 11, 12, 13, 14 ilməyi buradan belə formada kəsdim. Burada 2, 4, 6, 8, bir də üstündə 9 ilmək qalır. 9 bu tərəfdə, 9 da bu tərəfdə. Bu ilməkləri də düz toxuyuram. Bu tərsləri tərs toxuyuram. Hər iki üzdən. Belə. İndi arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Düzləri də, tərsləri də hamısını tərs toxuyuram bu yüzden. Bu kəsdiyim yerə çatanda bu hissəni burada 14 ilmə kəsmişdik. İndi 14 ilməni yığıram milin üstünə. 1, 2, 3, 4, 5, 6, 7,
8, 9, 10, 11, 12, 13, 14 ilmek yığdım milimə. Sonra bu birisi ilməkləri toxuyuram. Bu ilməkləri də yenə tərs toxuyuram. İndi yenə kənardakı ilməyi götürürəm. Hamısını düz toxuyuram bunları. İndi bu artırdığım ilməkləri də bir-bir hamısını düz toxuyuram. Bunları təzə yığdığım üçün biraz sıx olurlar. Bir sıra toxuyandan sonra asan olacaq toxumaq. Adi düz ilmə. Bunu yığanda belə biraz boş yığmaq lazımdır ki, mili aradan keçirdə bilir. Formada. Bu qalan ilməkləri də yenə düz toxuyuram. Belə. Tərsləri tərs toxuyuruq. Arxa tərəfdən hamısını tərs toxuyuram. Bu artırdığım ilməkləri də hamısını düz üzdən düz, əvvəlki kimi tərs üzdən də tərs toxuyuram.
formada. Yine indi 2 sıra da toxuyum. Sonra bunları göstərərəm necə lazımdır. İndi mən buradan bu hansı ki bunları arada kəsmişdim. Bu ilməkləri bir-bir yığıram ilə. Buradan 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ilmek kəsmişdim. 14 ilmeği yığdım belə. İndi bunu buradan kəsim. Bura bağlayacağım bunu. Bu sapı indi bu kurçokla geçirdirəm bu üzə belə bu aradan formada. Sapı bura bağladım. Bu cibin ağzını ben bu aşağını bu formada toxumuşam. Ona göre yuxarısında formada toxuyacağım. Buranı rezinka toxuyanda bir tərs bir düz, cibin ağzında bir tərs bir düz toxuyuram. İndi buranı cibin ağzını da belə hamısını tərs toxuyacağım. Bu indi birinci sıra olduğuna göre bu biraz ilməklər sıx olur. Belə. İndi tərs üzdən də yenə hamısını tərs toxuyuram. Hər iki üzdən tərs toxuyuram. Buranı bir neçə sıra toxuyuruq.
Hər iki üzdən tərs toxuyuruq. Bir neçə sıra toxuyuruq. Heç olmasa 3 sıra düz üzdən, 3 sıra da tərs üzdən toxuyuruq ki, o cibin ağzı biraz rezinka hissəsi alınsın. Böyük adam üçün toxuyanda biraz, bu uşaq üçün toxuyanda belə balaca götürürük. Böyük adam üçün toxuyanda bu hissəni ilmələr çox olur, onda böyük götürürük sayını. Həm kənarlara, həm də orta hissəsinə çox götürürük. Bu indi balaca olduğuna görə mən balaca götürmüşəm. Bunu da istəsəz böyük götürə bilərsiniz. Belə götürərsiniz ki, kənarların, bu hissələrin az saxlayırıq. Bu biraz buranı enli götürürük. İndi buranı bu formada toxuyub, toxuyandan sonra buradan kəsib, bu kənarların tikirik belə. Formada tikirik hər iki tərəfdən. Buradan. İndi qoy bir sıra toxuyum, mən onu göstərim. Bunu çıxın. Mən indi 3 sıra düz üzdən toxudum. 3 sıra da tərs üzdən. 6 sıra. Bu özü balaca olduğuna görə 6 sıra da bəs eləyir. İndi buradan bunu kəsirəm ilməkləri formada. Bunu belə toxuyub qutarandan sonra bu tərəfdən, bir də bu tərəfdən tikilir, iki tərəfdən. Tikəndən sonra bunun içi də arxa tərəfi. Bunu bu tərəfini götürürük, 14 ilməni bu hissədən. Mən indi uzun olur, videona görə götürmürəm. Sonra bu üsttəki hissədən götürürük, yenə bunları hamısını bu formada bayaq götürdüyüm kimi. Toxuyuruq buradan aşağı, bu tərəfə. Bura qədər. Bunun rezinkasına qədər. Kim nə qədər istəyir, o qədər də götürə bilər böyüklüyün. Yəni mən bunu buradan götürmüşəm. Ola bilər ki, siz biraz hündür buradan götürə bilərsiniz. Onda cibin dərinliyi nə qədər istəyirsinizsə, o qədər də toxuya bilərsiniz. Bu formada cibi. Mən belə toxuyuram. İndi kim bəlkə başqası başqa cür toxuyur. O üstdən də qoyurlar, toxuyub. Mən bunu üstdən görünməsin belə. İndi bura nə istəsəz cibinin bu hissəsinə qoya da bilərsiniz. Muncuqdan, bir nəsə qaşdan, zaddan qoya bilərsiniz bu hissələrinə cibin. Formada. Sağ olun, gələn videomda görüşənə qədər.